Salam aleyküm, salam əziz dostlar. Bir uzun zamandır görüşməmişik. Mən həm təsadüf eləmişdim, açmışdım maşınına və başıma biraz zərbə dəymişdi. Salam aleyküm, xoş gördük. Həm açmışdım, bədənim biraz əzilmişdi, həm də başım biraz zərbə görübdü, ağrısı da çoxdur. O cürə çoxdur ki, yəni danışanda 5 dəqiqədən sonra özüm yoruluram, danışamıram. Onun üçün də o kitabları çox yeyirdim, 5 dəqiqədən sonra zəif elirdim və çox ağrı çəkirdi, sonra başım çox ağrırdı. Onun üçün kitabı oxuyanmadım. Doğrusunu desək, o gündən bu günə heç fəaliyyətim yoxdur. Hərdən bir qısa yazılar yazıram, elə uzandığım yerdə. Ondan sonra bir fəaliyyətim yoxdur əslində. Evdən də eşiyə çıxmıram. Normalda fizioterapi falan bəhman. Mütəəssifanə eyni zamanda korona da tutdum. Yəni elə o təsadüfdən sonra bir ay sonra korona tutdum və bundan belə ki vaksin də vurdurmuşdum Amerikada, Kanadada. Vaksinlərin ikisini də vurdurmuşdum, amma korona tutdum və çox mənim uzun çəkdi. Xüsusən o təsadüfdən sonraki bədənimdə biraz zəifləşmişdi. Bu da üstünə gəldi, çox uzuna çəkdi. Hələ qurtarmamışam. Yəni heç əlaimim də yoxdur. Yəni məsələn təbim yoxdur. Fizioterapiyə gedirəm, hər gün təbimi tuturlar, təbim yoxdur. Amma hələ özüm o mərizliyin davamını görürəm. Yəni görürəm ki, bu mərizlik var. Dostlar, İstəyirəm deyəm ki, diqqətli olun canınıza. Bu dedikləri ki, omikron deyirlər. Bu omikron çox namərd bir şeydir. İnanın, geçən 2 ildən izafədə ki, korona mərizliyi gəlibdir. Mən gördüyüm uşaqlarımdır. Uşaqlarımdan sonra bir adam görməmişəm. Və yəni bir dostumuzun evinə getməmişəm, belə deyim. Hətta dostumuzun evinə getməmişəm. Qala ki, biganə olan yerə əslən getməmişəm. Koronanı harda tutmuşam, ya bu omikronu harda tutmuşam, ya asansorda tutmuşam. Bundan belə ki, maskımız var. Asansora minən adamın da maskı var. Məmulən mən olduğum saxtımanda 2 nəfərdən izafini asansora qoymurlar. Amma bəzən biz görürük bir qoca adamı dəvət edirəm, gəlin içəriyə olur. 3 nəfər məsələn. Ehtimalən ya bunlardan tutmuşam, ya da ki uşaqlardan tutmuşam. Yəni öz nəvələrimdən zadından tutmuşam, bilmirəm. Yəni bəlkə uşaqlar mədrəsədən gətiriblər, çünki onlar da mərizləmişdi. Hər halda bu mərizlik çox diqqətli olun. Hətta deyirlər ki, bu yanından keçəndə də adam bu mərizliyi tuta bilər. Hətta mask da varsa tuta bilər. Və mütəəssifanə biz mask vura-vura bu mərizliyi tutmuşuq. Və çox ağır keçir, bunu deyim. Bundan belə ki, mən müsəkkin normalda yemərəm, çox ağrım çox olsa yeyərəm. Amma bəzi günlər məcbur oldum 2 dənə, 3 dənə müsəkkini bir zamanda atam, eləyə bilən bu ağrını dözəm. Onun üçün sifariş edirəm ki, çox diqqətli olun, dostlar. Biz ölüm üçün müsabiqə vermirik. Yəni gəlməmişik dünyaya müsabiqə verək, ölək. Ya maşın sürəndə, ya hər nədə. Və o cümlədən mən qorxmaram, koronadan məni tutmaz. Belə bir şey yoxdur. Tutar da, öldürər də, heç kəsə də rəhm eləməsin. Amma ondan sonra, bundan keçəndən sonra 2-3 dənə məsələni danışmalıyam. Əvvəldə faşizm nədir? Faşizmə görə danışacağım biraz. Çox qısa, buna görə ki, özümdə yoruluram. Qısa danışım. Faşizm bir hakimiyyət sistemidir. Yəni, faşist ola bilər ki, mən faşist ola bilərəm. Filan kəs də faşist ola bilər, bəhman kəs də faşist ola bilər. Amma bu faşist idea, ya fikir, düşüncə, o zaman faşizmi hesab olar ki, bunun qudrəti emali zuru olar. Yəni, qanuna dayalanaraq, qanuni zorundan eləyə bilər ki, bu fikri hamıya yaya və hər kəs ki, bundan müxalifdir, onu mücazat eləyə.
Əgər mən təkinə faşist olsam, mən bunu heç kəsə zorlada bilmərəm. Nə uşaqlarıma, nə dədəmə, nə nənəmə, nə dostlarıma, heç kəsə bunu zor eləyə bilmərəm. Bəs mənim faşist olmağımın əksisi yoxdur. Faşist o zaman önəm daşır ki, onun əlində güc var. Güc nədir? Güc dostlar, neçə dənə gücün sembolu var. 1. Güc ibarətdir dövlətdən. Dövlət əlində olsa, sənin ixtiyarında olsa, fərman yaza bilsən, qanun təsvib eləyə bilsən, ya qanunsuz hətta bir fikri, bir aydiyanı qabağa apırsan, onun müxaliflərini tuta bilsən, əzə bilsən, döyə bilsən, edam eləyə bilsən, zindana sala bilsən, şikəncə eləyə bilsən, bu faşizmdir. Faşizm qərar deyil Almanda olan ilə olsun, ya İtaliyada olan olsun. Yox. Hitler və Mussolini, onlar fərd olaraq faşist olsaydı, heç iş eləməzdi. Amma o zaman onları iş üstədilər və bu iş üstü olmaqları onlara bu qüdrət verir ki, dövləti əvvəldə ələ alırlar. Bu birinci. Ondan sonra istədikləri fikri qabağa aparırlar. Hər kəs müxalifdə onu tutdura bilirlər, astıra bilirlər, zindana verə bilirlər və bunu qanunsal da eləyə bilirlər apararlar. Yəni qanunsuz da eləyə bilirlər apararlar. Qanunlu da, qanunsal da, qanunsalsiz də. Yəni bunlar əsasında eləyə bilirlər, qabağa aparsınlar və adamları tutsunlar, mücazat eləsinlər. Mənim müxalifim ya fikrimin müxalifi eləyə bilirlər. Pəs biri dövlət, ikincisi əsləhədir. Hər kəsin əlində əsləhəsi olsa və bu əsləhəni işlətməkdə azad olsa və əsləhəni işlədəndən sonra mücazat olma imkanı olmasa bu faşist olar. İndi deyək ki, mənim əlimdə bıçaq var, ya mənim əlimdə bir əsləhə var, kolt var, müsəlsəl var, hər nə mənə, bomb var, filan var. Amma mən əgər bununla bir nəfərə zərər yetirsəm, ya bir camiədə bir yerdə birini qorxutsam, filan, məni tutacaqlar, mücazat eləyəcəklər. Bəs mən faşist deyiləm. Faşist o adamdır ki, eləyə bilir, bu əsləhədən istifadə eləyə, müxaliflərin sərkub eləyə, onları vura, əzə, kəsə, sala, zindana, öldürə, edam eləyə və özü də mücazat olmaya. Heç güc onu mücazat eləyə bilməyə. Faşist biri budur. Üçüncü güc nədir? Sərvətdir. Əgər mənim sərvətim varsa, gedirəm bir karxana açıram, bir iş qururam, bir ev alıram, bu heç kəsə zərər verməz, xeyir verər. Amma əgər mən bir sərvəti var, bu sərvəti o birilərin aradan aparmağa, o birilərin gücün gücsüzlüğə çevirməğa, onların sərvətin əllərindən almağa, bir iddəni öz əhdafım üçün iş yaratsam da öz əhdafım üçün yaradıram, bu faşistdir. Nə mənə? Məsələn, dövlət gəlir, sərvəti yığır əlinə. Millətdə gərək sərvət olur, dövlətdə sərvət nə qeyrir? Niyə dövlətin əlində gərək sərvət olur? Əslən, dövlət sərvət üçün deyil. O zaman ki, dövlət sərvəti, gəliri yığdı əlinə və istədiyi yerdə sərmayə qoydu, istədiyi ideoloji üçün və istəmədiyi yerdə sərmayəni yığdı, apardı. Adam maliyyatı çoxatdı, adamlar oradan sərmayəsini qaçırtdılar. Nə bilim, icazə vermədi orada sərmayə qurulsun. Bunlar nə deməkdir? Bunlar demək ki, faşisti bir siyasət var. Deyir ki, mən istədiyim yerdə, istədiyim millətə, istədiyim cəmiyyətə, istədiyim şəhərə, ustana, iyalətə sərmayə yatırmaq azaddır. Orada maliyyət azdır. Orada sərmayə qoysaz okeydir. Amma məsələn, Azərbaycan torpaqlarında sərmayə qoymayacaqsınız. Niyə? Çünki onlar mən istədiyim ideoloji ilə müxalifdirlər ya ona hələ çevrilməyiblər. Bu da faşistin bir ayrı gücüdür. Bir ayrı güc ordudur. Ordu gücüdür. Yəni, ordu gücü, yəni silahlı qüvvələr gücü. Məsələn, mən silahlı qüvvə gücüm yoxdur. Azərbaycanlıların silahlı qüvvə gücü yoxdur. Silahlı qüvvə gücü qanunsal olaraq adam öldürmək imkanları var. Yəni, eləyə bilərlər, bir məmləkətlə savaşarlar, adam öldürərlər, ya girərlər şəhərdə hökumət nizamı eləyərlər, adam öldürərlər və
Qanuna dayanırlar bunlar. Qanuna dayanırlar, heç kəs bunları müzakirə etmir. O halda ki, bunlar dünyanın en büyük qatilləri bunlardılar. Bu da faşistlik gücdür yenə də. Yəni faşistin inhisarı vardı gücdə. Silahda, beləsi deyək, silahlı güclərdə inhisar əlindədir və hədəfinə işlədir. Tamam dövlətlər təbii ki, silah gücü deməyək, çünki silah məsələn Amerikada, bəzi məmləkətlərdə, o cümlədən Türkiyədə azadlığı var bir həddə qədər. Amerikadakı kamilən azaddır. Amma bəzi məmləkətlərdə bir həddə qədər azaddır. İnsanlar gedirlər, özlərinə əsləhə alırlar və yanlarından daşırlar. Amma silahlı güclər, yəni İranda ərteş deyirlər ordu, bu fəqət dövlətin əlində olur. Amma dövlətin ideolojisinin xidmətində olmur. Yəni bir dənə parti gəlir üstə sosial demokrat, biri gəlir dinçi, biri gəlir dinsiz, biri gəlir filan. Bunlar ordunu öz xidmətlərinə alamırlar. Ordu özünə bir şey tərif edibdir, qanun da tərif edibdir. Deyir ki, mən mənafi, milli, məmləkətin qabağında şey olaram, hökumətdə də hər kəs olur olsun, onun mənə ərzişi yoxdur. Amma faşisti bir sistemdə ordu təslimdir, mütidir o başı oturan adama. Başı oturan adamın adı nə olur fərq eləməz. Faşist o adamdır ki, deyir, mənim fikrim budur, bu fikri ordu getsin icra eləsin, sipah-pasların icra eləsin, bəsic icra eləsin, ittilaat icra eləsin. Bunlar onu icra elirlər. Bu olur faşisti bir sistem. Biri təlim-tərbiyə sisteminin mütəmərkiz olmasıdır. Yəni, faşisti bir sistem dünyada hər yerdə olur olsun. Faşisti bir sistem deyir ki, mən istəyirəm uşaqları belə təlim-tərbiyyət eləyəm. Bu kitabları oxuyacaqlar mədrəsələrdə, müəllimlər bu şəraitinlə istihdam olacaqlar, bu kitabları dərs deyəcəklər, bu kitabları uşaqlar öyrəşməsələr rədd olacaqlar. Rədd olmaq yəni nə mənə? Təcrid olmaq yəni mücazat. Faşizmin bir işi budur. Mücazat elər. Müəllim bu kitabı deməsə, ayrı kitab desə müəllimi mücazat elər. Müəllim bu dillə deməsə, ayrı dillə desə mücazat olar. Müəllim bu kitabı oxuya, amma ayrı cür deyə mücazat olar. Şair bu kitabı oxuya, ayrı kitabı da oxuya, ayrı bir şey yaza, ya ayrı bir şey deyə mücazat olar. Təcrid olar, ya rədd olar. Bu faşizmin təşviq və tənbih sistemidir. Nə mənə? Deyir ki, yəni, əgər bir uşaq mən dediyimi yaxçı öyrəşirsə, yaxçı bunu icra edirsə, buna 20 verəcəm. Axirdə də buna caizə verəcəm mədrəsədə. Şagird əvvəl, şagird mümtaz, şagird mədrəsə, şagird məntəqə, şagird şəhər, şagird əvvəl ustan, şagird əvvəl məmləkət. Buna caizə verəcəm. Bu istir o birisi insanlara desin ki, bax mən dediyimi öyrəşin, siz də beləsi olun. Hamıya caizə verməyəcək də, hamı 100 alır, hamı 20-dən 20 alır, caizə verməz. Bunların içindən özünə ən yaxının seçər, ona caizə verər. O caizədən o birisilərə deyər ki, baxın, bu beləsi mən istədiyim oldu, buna caizə verdim, siz də mən istədiyim olsa caizə alarsınız. Amma heç kəsə verməyəcək. 2 nəfərə, 3 nəfərə, 5 nəfərə məmləkətdə caizə verəcək. Qalan adamlar tamam dərsləri 20 də olsa, hökumət deyən də olsalar, onlara caizə verməz. Faşist belə bir sistemdir. İndi bu faşist sistem siz mədrəsədə o dediğin yazmısı sizi mücazat eləyəcək. Mən bir ayrı kitab oxumuşam. Ustad danışqaqda hətta. Danışqaqda belə. Ustad danışqaq gəlir ki, 3 dənə, 5 dənə, 10 dənə kitab mərif eləyir, sonra da birinin üzü ilə deyir, sonra da imtahan alır. İndi mən bir araşdırır, bir öğrenciyəm, gedirəm. Ayrı bir kitab oxuram, görürüm ki, burada ayrı bir nəzərdə yazıbdır. Özüm düşünürəm, görürəm ki, bu mənim nəzərim, mənim fikrim bundan fərqlidir, bunu nəqd edə bilirəm. Gəlirəm imtahanda soruşanda nəqd öz fikrimi yazıram, ya ayrı kitabda düşündüklərimi yazıram. Bu məni rədd edir. Bu da faşistli sistemdir. Təlim-tərbiyyət onun əlindədir. Öz dilin, deyir ki, bu dildən izafədə hangisində danışsan, baxın, diqqət buyurun, faşist görün haracan gəlir. Deyir ki, sən bu mənim dilim, rəsmi dil mənim dilimdir, icbari dil mənim dilimi gərək öyrəşən, gərəyi var. Bunu öyrəşmirsən, sənə mən mədrək vermərəm, səni istihdam eləmərəm, səni mədrəsəyə qoymaram, sən dərs oxuyanməzsən, sən savadın ola bilməz, sən gərək bu dil öyrəşən. Bu faşistdir.
Faşist deyir ki, o şey ki mən deyirəm, onu öyrəşəcəksən. O cümlədən dili. Mənə nə ki, sənin türkü adında dilin var. Sən mən dediyimi öyrəşəcəksən. Sənə nə ki, sən deyəsən, sən kimsən deyəsən ki, mən türkəm. Mən sənə deyirəm, Azəriyəm, sən də deyəsən, Azəriyəm. Əgər sən qəbul eləsən Azərisən, səni işə alıram, istihdam edirəm, pul verirəm. Sənə 20 verirəm. Amma sən qəbul eləməsən, o müəllim ki var, o xanım müəllim ya o mədrəsədə nə mənədir, Təbrizdə bir mədrəsədə müdür deyibdi ki, türkü danışanları falan eləyin, bəhman eləyin. Ya o xanım müəllim ki, qızlara deyir, siz gözəl qızlar, cavan qızlar gərək farsı danışarsınız, farsı dərdinizə deyəcək, türkü dərdinizə dəyməyəcək. Dəqiqən bu faşistdir. O adam faşistdir. O eləyə bilir ki, öz fikrini o 10 dana, 20 dana, 30 dana, 50 dana mühəssilə ya o bir mədrəsənin indi hangi ildə dərs verir, bilmirəm, nə dərsi verir, bilmirəm. Amma o saatlarda ki, dərs verir onun gözünə, onlara o zehninin fikrini getirdir. Buna alternativ qoymur. Buna alternativ qoymur ki, siz dünya məmləkətlərində 9 dana rəsmi məmləkət var ki, dili türkdür. Və bunun yanında da bir iddə məmləkətlər, millətlər var ki, türkdülər, amma rəsmi məmləkət dövlət deyirlər. Azərbaycan, Güney Azərbaycan. Bu rəsmi bir millətdir. Amma dili də milli, dili də türkçədir. Suriyədə olan türkçəmənlər, Əraqda olan türkçəmənlər, Çində olan Uyğurlar, Rusiyənin içində olan cumhuriyyətlər, çünki bilirsiniz, Rusiya neçə cumhuriyyətdən ibarətdir. Amerika kimi ki, neçə dənə cumhuriyyət dövlətdən ibarətdir. O Rusiyanın içində bir neçə cumhuriyyət var. Bu cumhuriyyətlərin bir çoxunun dili türkçədir. Yəni 3-4 dənəsinin dili, heç olmasa bir Yaqutlar falan, bunlar türkçədirlər dilləri. Bu adam, bu müəllim, bu mədrəsə bu uşaqlara demir ki, siz farsını fəqət Əfqanistanın bəzi yerlərində, Tacikistanda və İranda danışa bilərsiniz. Ondan sonra heç yerdə danışamazsınız, heç yerdə də dərdinizə dəyməz. Əfqanistan İrandan dalıdır, çox şeylərdə qabaqdır. O cümlədən qanun əsası da, düşüncədə İrandan qabaqdır. Amma ictimai rəftarlarda İran deyilən məmləkətdən dalıdır. Tacikistanda İrandan biraz dalıdır, biraz qabaqdır, bəzi şeylərdə qabaqdır, bəzi şeylərdə dalıdır. Amma bunların hamısının farslı olan şeyləri yıxsız, 30 milyona çıxar-çıxmaz bir millət olar. Olsun 40 milyon ya 50 milyon. Farsları. Əfqanistanda, baxın deyəndə ki, Əfqani, baxın, bu bir dənə iştibahdır biz eləyirik. Əfqanlıları niyə təhqir edirik? Deyirik ki, zəbanı, filan, Əfqanlısı, siz Əfqanlı. Yox, Əfqanların bir çoxu türkdür. Türk olmasalar, onların nə rəbti var farslara? Biz, farslar bizi təhqir eləyiblər, biz də farsları təhqir eləyək, Əfqanlıları təhqir eləyirik. Sonra da farsları ola yapışdırmaqla istəyir farsları təhqir eləyək. Bu bizə yaraşmaz, türk dilinə yaraşmaz, türk millətinə yaraşmaz. Hər halda faşizmdən danışırıq. Faşizmin bir ayrı işi istihdam və ixrac gücüdür. Faşist deyir ki, mənim fikrimi qəbul eləyən istihdam olar. Mənim fikrimi qəbul eləməyən ixrac olar. İndi vilayət, siz hər nə işə istihdam olsaz, xüsusini demirəm, dövləti yerlərdə ya yarı dövlətli yerlərdə sizdən suallar soruşacaqlar. Namaz, oruç, nə bilim, imam cümə, Xümeyni kimdir, vilayət fəqih nədir? Bunları soruşacaqlar. İndi bunlarda və sonra da sizi axtaracaqlar ki, polisə, ora, bura, ittilata, bəsizə deyəcəklər ki, bu adam kimdir? Ondan sonra deyəcəklər, bu adam filan kəsdi, bunu işə alaq ya almayaq. Bu vilayət fəqihi qəşəng düşünməmişdi. Bu bəsici olmamışdı. Beləliklə, bu istihdam gücüdür. İndi bir mövqe istihdam oldu, getdiniz işə, işin hər yerində bəlli olsa ki, siz bu fikrə inanmırsınız, sizi ixrac edəcəklər. Ərtəşdə olasınız olun, sipah paslarında olasınız olun. Məsələn, mən zindanda olanda özü, Təbrizdə, bir-iki dənə paslar var idi zindanda ki, bunları tutmuşdular, salmışdılar ziddi vilayət fəqih olaraq zindana. Çox da ağır zindan vermişdilər. Hətta bunlardan biri Culfa ətrafından bir cavan paslar idi. Özü də paslarların güya orada bir ziddi ittilaatları var, nəyi var? Orada işlirmiş. Amma onu tutmuşlar, salmışlar zindana və o zindan deyil. Çox da ağıllı, düşüncəli bir cavan idi. Çox ağıllı.
Ya biri var idi, Ərdəbilli bir döhtür idi. Döhtür, yəni pezeşk. Cərrah değildi, umumi döhtür idi. Məsələn, bunu da tutup salmışdılar. Sipah pastoranda bu dərs oxumuşdu. Dəbiristandan getmişdi Sipah pastorana, dərs oxumuşdu. Elə o birisi də. Sonra pastor olmuşdular və getmişlər danışqahda dərs oxumuşdu. O birisi də danışqaha getmişdi, bu da danışqaha getmişdi. Bu döhtür olmuşdu, o birisi əməliyyatı nəmnəmənə belə bir şey. Amma çox, yəni idarə etdil at kimi bir şey Sipah pastorları vardı. Orada işlirmiş. Və bunlar ikisi mən zindanda şahid oldum. Niyə? Bunların fikri bir zaman içində dəyişibdi. Rejim işlədiği, buna deyirlər faşist. Faşistin paltarı fərq eləməz. Başına bölç, Hitlerin bölçün qoysun, Mussolini'nin bölçün qoysun, Xameneinin bölçün qoysun, Məhəmməd Rıza Pəhləvinin bölçün qoysun, ya Rıza Pəhləvinin bölçün qoysun. Heç fərq eləməz. Faşist, faşistdir. Paltar ona değişməz. Faşistin fikri, baxın dedim, müşəxəsatından bəlli olar. İdeolojisindən, yəni əgər biri ideolojini qabaq aparır və o ideoloji yolunda bir iddə insanları aradan aparır, buna deyirlər faşist. Yəni bir iddə insanlara əgər mücazat eləmək gücü var faşistdir, onun fikrini qəbul eləməsələr mücazat eləyə bilir, buna deyirlər faşist. İndi faşist kimlərə dayanar? Faşist birincisi, hər kəs ki özün faşisti görsə də ona dayanar. Yəni, məsələn, Cumhur İslami faşistidir. Burada hər şey səqqəlin qoysa, möhründə burada biraz daha çox bir dağ bassa bura. Çünki buranı 1 milyon il namaz qılasız, gündə 5 vədə, gündə 1000 rükət namaz qılasız, bura qərəlməz. Bura əslən qərəlməz. 1 milyon il başınızı möhrə vurasız dərilməz. İlla bu ki, siz bura bir məsnu bir iş görəcəksiniz. Məsnu bir iş görəcəksiniz. Onda bu, görsədiyorsunuz, bu yəni riya. Bu yəni nifak və münafiqlik. Əsli münafiq buradadır. Hər kəsin ki gördünüz burası möhür yeri var, bilin münafiqdir. Çünki möhrü başa qoymaqla, valla mənim dedəm gündə fikrim 100 rəkət, 200 rəkət namaz qılar. Bununla belə ki Alzheimer'ə mübtəladır. Çox dərin Alzheimer'i var, amma namazı keçməz. Namazı keçməz. Mənim dedəm çox müsəlmandır, özünə görə müsəlmandır. Mən də ehtiram qoyuram. Hər halda o cür bir müsəlmandır. Amma bunun indi deyək ki 78-79 yaşı var. 12-13 yaşından da namaz qılmağa başlayıbdı. Mən özüm də tez başlamışam, ondan da tez başlamışam namazı. 4-5-dən mən başlamışam namaz qılmağa. Mənim dedəmin alnında şey yoxdur. Möhür yeri yoxdur. Mənim famillərim, həmkətlilərim çox məzhəbidirlər. Çox məzhəbi, iftiza. Özləri də tohin də eləməyim, amma o məzhəbi mən qəbul eləmərəm. Mən Allah olsam, onların hamısı cəhənnəmə sallar. Bir adam ki, namaz qılar, amma arvadın döyə, bu cəhənnəmə gedir. Bir adam ki, namaz qılar, amma uşağın döyə, bu cəhənnəmə gedir. Bir adam ki, qızın namaz qılar 24 saat, amma qızın zorla ərə verə, oğlun zorla bir ayrı adamın evlənir, bu cəhənnəmə gedir. Bir adam ki, uşağın zor eləyə ki, sən boşanmayacaqsan və uşaq boşanmaya gedə özün öldürə, bu gedəcək cəhənnəmə. Qaça, gedə cəhənnəmə, uşağın tərcilə qaça. Bu gedəcək dədənənə, gedəcək cəhənnəmə. İslam belədir. İslamda bu var. İslamda siz uşağın Allahı deyilsiniz. Uşağın maliki deyilsiniz. Uşaq mənimdir, onu vuranmazsınız. Onun üstünə qışqıranmazsınız. Məhəmmədi niyə belə sevirlər? Deyirlər ki, Həzrət Məhəmməd deyibdir ki, Fatimə bəzətun minni, mənim bir parçamdır. Məgər mən qızıma, oğluma demərəm, mənim canımsan, mənim canımsan, bir tikəm yox. Mənim qolum deyilsən, sən mənim canımsan. Bizim hamımız balalarımıza, mən sənə qurban olum deyək. Məhəmməddən belə bir söz eşitməmişik, deyək ki, qızım, mən sənə qurban olum. Amma niyə deyibdir mənim canımdır, ya mənim canımın parçasıdır? Buna görə ki, bu uşağın bu qədər ehtiramı var. Biri bu uşağa cəsarət eləsə, mənə cəsarət eləyibdir. Mən bu uşağın maliki deyiləm. Mən bu uşağı
sevənəm. Uşaq mənim olduğu üçün mən bu uşağın aşiqiyəm. Aşiq olan insan məşuqunu vurmaz, məşuquna əziyyət verməz, onu işgəncə eləməz, onu döyməz, onu şey eləməz. Faşist bir adam. Baxın, mümkündür mənim dədəm, sizin dədəz, nənəmiz, familimiz dövləti əslən sistemi heç bilmir, onunla da müxalifdir. Amma faşistdir. Nə cür? Uşaqların döyür, arvadın döyür, nənəsini döyür, bacısını döyür. Onları qorxudur, onların haqqını əlindən alır. Bu bir adam faşistdir. Çünki dedik, faşist nədir? Faşistdə bir güc var, o güclə eləyə bilir özgələrin əlindən haqqını alsın. Mən nə deyirəm, mən dediyim düzdür, bunu gərək qəbul edəsin, bunu gərək inanasın. Faşist budur. İndi acaba siz və mən faşistdir, bunu gərək düşünək. Hər kəs faşistdir, baxın, dövrü bəlisə, faşistdir. Faşistə rəhm olmaz. Faşistə rəhm olmaz. Mən bir-iki gün bundan vaxt bir dənə videoya baxırdım Türkiyədən, çox sevdim, paylaşdım da onu. Adam deyir ki, çox cəlib idi, mənə çox dəydi, yəni çox. Deyir ki, geçən 100 il dünyanı demirəm, Türkiyəyə baxaq. Geçən 100 ildə olmasa 50 ilə baxaq. Görək ki, Türkiyədə ateistlər cinayət eləyiblər, yoxsa dinçilər. Adam 10 dana misal vurur. Filan yerdə adam evinə, ya arvadına, ya qızına, ya oğluna od vurdu, yandırdı, ya öldürdü. Din adına öldürdü. Dinçilik adına öldürdü. İslam adına öldürdü. Filan evə, ya filan məscidə, ya filan yerə ki, məsələn, bəhailər toplanıblar. Türkiyədə bir ayrı qruplar vardı, dini qruplar toplanıblar. Gedib oranı yandırıblar. Din adına o evi yandırıb, içində 30 nəfər adam yandırıb. Bu da faşistdir. Çünki bu inandığı fikri, düşüncəni mütləq bilir. Deyir, bundan sonra heç zat düz deyil. Baxın, hangi fikir? Deyək ki, mən buna inanıram. Bundan sonra heç zat düz deyil. Və hər kəs düz deyil, mənim bu fikrimi gərək qəbul eləyər. Ya mən özüm onları bunu gətirəcəyəm bu yola, zorla, vurmaqla, döyməklə, öldürməklə, pulla, rüşvət ilə, ya da onları öldürəcəyəm. Ya da bir ayrı adam gələcək, İmam-ı Zaman gələcək, bütün dünyanın hamısını mən dediyim kimi eləyəcək. Mən inandığım olacaqlar. Çünki mən inandığım mütləqdir. Bu da faşistdir. Faşistin bir əlaməti budur. Dini faşist buna deyək adına. Biri də deyirlər ki, İmam-ı Zaman gələcəkdir, hamını öldürəcəkdir, hamı şiə olacaqdır. Cahili bir iddəsi deyir ki, hətta ölüləri dirildəcək, onları öldürəcək. Bu faşistin dağı yap yuxarısıdır. Bunun adına deyək, məzhəbi faşist. Dinci faşist. Bu da mütəəssifanə bizim camiəmizdə çox görünür. Dini faşist. Adam hər şeyə fətva verir. Adamın savadı nədir? Ərəbi biraz oxuyub, düz oxumayıbdır. Çünki mən də bu kitabları oxumuşam biraz. Ərəbini danışa bilmir, düz düşünə bilmir. Bir şeylər mədrəsədə buna deyiblər, onu öyrəşibdir. Tələbəlik mədrəsində bir şeylər deyiblər, bunu öyrəşibdir. Olub Ayətullah özünə biləxərə bir dərs oxuyubdur, sizinlə məratiblə gedib özünə Ayətullah deyir, fətva verir. Adamdan soruşurlar ki, Coca-Cola-nı içək, içməyək, yox, içməyik. Adama deyirlər ki, abco içək ya içməyək. Haramdır, içməyik. Quranda belə bir şey yoxdur. Amma adam özünə bu icazəni verir ki, desin, mən indi üçün fiqh oxumuşam, üçün ərəbi dili aça bilirəm. Ağa, tamam, dünya, ərəb dünyası ərəbi danışır. Və kitab oxumasalar, belə savadları biraz olsa, onlar fiqhi səndən yaxşı baş taparlar. Amma bu adam üçün başına parça səriyib, böyük qoyubdur, bir dənə bölgü var da başında. Bu bölgü müqəddəs edir, Peyğəmbərin bölgü. Tamam ərəblərin hamısı böyük qoyar. Hətta bizim 100 il bundan qabaq tamam Azərbaycanda, İran deyilən torpaqlarda hamı başına o cür böyük qoyardı. Türkiyədə də qoyardılar. Molla əlaməti deyil, Peyğəmbərin əlaməti deyil.
İkinci, peyğəmbərin mülkü olsun əslən. Peyğəmbərin mülkünü mən qoysam başıma peyğəmbər olam? Yox. Mən olam böyle insafəli. Əmmaməli insafəli. Mən tüm peyğəmbər qoyub başına, mən də qoyuram başına, tüm peyğəmbər geydiği paltar müqəddəs olub, tüm peyğəmbərin bədəninə dəyibdir. Mən geydiyim paltar da müqəddəs olacaq, çünki peyğəmbər bu paltara bənzər bir paltar giyirmiş. Belə bir himayəti biz necə qəbul edirik? Bu da faşist məzhəbidir. Sən qeyrətli, sən qeyrətsizsən. Hər kəsin arvadı başaçıq çıxsa qeyrətsizdir. Amma kişilərin haqqı vardır, lüt olalar, bədənlərini açalar, şəxsiyə gedələr. O haram deyil, amma xanımın başını tükü görsənsə haramdır. Niyə? Çünki bu ayətullah deyir. Abco deyirdim. Abco İslamda mənası yoxdur. Amma abco içi düzələ ayətullahlar icazə verələr, bu olar həlal. Ma-u şəir qoyurlar adına, deyirlər həlal. Alkol Hz. Muhammed zamanı kəşf olmayıbdır. Qur'anda da alkol adında bir şey yoxdur. Pəs bu ki orada şərab vardı, içəcəklər və behişdə içəcəklər, bu dünyada içəndə bunlar şey oldular, bu hardan gəlir? Xəmr-ü meysər var. Təxmir olmuş. Təxmir olmuş. Biz bunu xanımlar yaxşı bilərlər, çörəkçilər yaxşı bilərlər. Biz xəmiri qatarıq qoyarıq, gələr, təxmir olar. Ona görə xəmir deyirlər də. Təxmir olar. Yəni biraz deyək turşiyər. Şişər, partlar, belə şey olar. Partlar. Buna deyirlər, xəmir gələr, olar unu qatarıq suyuna. Onlar təxmir elər, onlar xəmir axirində. Biz bundan çörək pişiririk. Hər nə mənə meyvəni qoysaz qalsa bir müddət bir yerdə təxmir olar, belə alkola çevirirlər. Məsələn. Nədən çörəyə demirlər, amma ona deyirlər ki, şeydir. Qur'anda xəmir var. Əl-xəmr vəl-meysər. Amma nə rəbti vardı buna? Bunlar mollalar özlərindən çıxadacaqlar, bunu deyəcəklər. Qur'anda musiqi məsələsi yoxdur. Amma bunlar deyəcəklər, bu faşisti bir baxışdır. Bir adam deyir ki, bunda təxəssüsü yoxdur. Təxəssüsü yoxdur. Yəni, bilmir, bu nədir? Bilmədiği şeyə fətva verir. Bu da faşist məzhəbidir. İndi fətva verir ki, bir dənə xanım qız başaçıq çıxsa bunu dədəsinin, ya nənəsinin, ya filanın ərinin haqqı var, vura, ya döyə, ya öldürə. Tamam. İki dənə də ahmaq adam buna inanır. Bacısı, arvadı, nənəsi, qızı başaçıq çıxır eşiyə, ya başı açılır, ya biri ilə danışır, ya gülür. Ya Allah, sən niyə oldun, mənim qeyrətimə dəydi. Bizim də hamımız bir qeyrətdir filan kəs. Tutur, yazıq, o qızı, o nənəsini, o arvadını, o bacısını öldürür. Özü də gedir, qalır zindanda. Ya da edam olacaq. Ya da edam olacaq. Faşisti rejim insanları müstəqim və qeyri-müstəqim təşviq edir ki, öldürün. Qeyrət məsələsi. Baxın, mən qeyrətlə müxalifəm. İki yerdə istisnası var. İki yerdə qeyrət gərək olsun, qalan yerdə qeyrət kəlməsi olmamalıdır. Bir, vətən. Vətəni qorumaqda qeyrət lazımdır. Arvada kişiyə. İki, qeyrət lazımdır arvada kişiyə milləti qorumaqda. Ondan sonra heç zatda qeyrət lazım deyil. Təəssüb lazım deyil. Mənim bir oğlum var, 3 qızım var. Mən Təbrizdə olanda, hətta onda zindana düşməmişdim. Mənim oğlum bir dəfə gəldilər, dedilər ki, baba, savaşıbdı Məmməd Rıza. Bacıların üstündə bir nəfərin küçədə gedirmiş. Qızlara bir şey deyib, ya baxıbdı, bu onları savaşıbdı, vurublar, bir-birləri gəlib elə. Çağırdım yanıma, qızlarım da yanımda, nənəm, uşaqlar da. Dedim, oğlum, mənim qızlarıma əl də vursalar, sənin həqqin yoxdur, bunlardan tücəyib dava eləyəsən. Baba, qeyrət falan. Dedim, nə qeyrət oğlum? Qeyrət bu deyil. Qeyrət bu deyil.
Bu qeyrətsizlikdir. Sən bacını vurasan, nənəvi vurasan, arvadı vurasan, bu qeyrətsizlikdir. Bizi hər şeyi tərs ödürlər. Biz hər nəsi sevsaq, aşıq olsaq onu xərablarıq. O qədər. Biz bir dənə güldən xoşumuz gələ, sonra onu qırarıq. Çünki bizə öyrədiblər ki, sevdiğin şeyi sən oradan aparmalısan, məhv eləməlisən. Bizə öyrədiblər, adam kişi sevər də döver də. Kişi düşünməz, sevər də döver də. Adam sevdiği dövməz. Əgər mən bir zaman uşaqlarımı vurmuşam, arvadımı vurmuşam, nənəmə pis söz demişəm, dədəmə pis söz demişəm, hamısı o camiədən örgəşdiklərimin təsiridir. O gün ki, özümü o camiədən, faşist fikirlərdən qurtulmağa çalışmışam, birinci budur ki, demişəm, qeyrət mənə bu qeyrət lazım deyil. Mənim xanımım əgər mənə vəfadardır, tamam, vəfadar deyil, geçsin, qutardı, getdi, bunu vurmaq ya öldürmək lazım deyil. Nəhayəti budur ki, təlaq boşancıq ki, xərcəsin, getsin, öz yoluna. Bizim dostlardan birinin qızı nişanlı olubdu. İndi deyir, ağa, mən o adamı sevmirəm. Əvvəldə sevirdim, indi sevmirəm. 2 il nişanlı qalmışam, görürəm, ağa, mən bu adamla geçsəm, yaşasam, 2 aydan sonra, 5 aydan sonra, 1 ildən sonra boşanacağım. Mən indidən getmirəm, ağa, boşanmaq indi boşanacağım. O adamın tərəfi, bu adamın tərəfi, uzaq famillər, hamısı siz bizim abırımızı apardınız. Sənin abırın buna bağlı deyil. Sənin abırın, əgər kişi olasan ya arvad olasan fərq eləməz, fahişəlik eləsən abırın gedir. O da sənin canında, onlara rəbti yoxdur, amma sən belə düşünərsən ki, abırın getdi. Amma sənin canında özün bilərsən. Biz özgənin qızımız ola, nənəmiz ola, bacımız ola, ərimiz ola, arvadımız ola, hər kəs olur olsun, özgənin canından malikiyyətimiz yoxdur, haqqımız yoxdur, deyək, sən bu işi görmə. Bir iş görür, xoşumuz gəlməz, deyək ki, lütfən, məndən kəs. Arvadımız olur olsun, nənəmiz olur olsun, bacımız olur olsun, qızımız olur olsun, xalamız, dayımız, əmimiz, hər kəs olur olsun. Bir iş görür ki, bizim xoşumuza gəlmir, mən inandığımla xoşumuza, ona zərər vuranmarıq. Özümüzü ondan uzaq tutmaq istərik. Deyərik ki, lütfən, mənlə ayrıl, mən səni görməyim, sən də məni görmə. Gəlgəd eləməyək, bu tarih deyil. Zərər vura bilmərik. Çünki sən mənim arvadımsan, ya qızımsan, ya nənəmsən, mən səni döyəcəyəm, vuracağam, məzəcəyəm, zor eləyəcəyəm, səni zorla ərə verəcəyəm, səni əlinlə zorla boşaldacağam, səni vuracağam. Belə bir şeylər faşisti fikirdir ki, biz bu faşisti geçən 100 ildə, dostlar, bizim 4 nəslimiz geçən 100 ildə faşisti tərbiyyət olmuşuq. Dədələrimizin dədəsi faşisti tərbiyyət olublar. Dədələrimiz faşisti tərbiyyət olubdur. Biz faşisti tərbiyyət olmuşuq, uşaqlarımız faşisti tərbiyyət olubdur. Geçən 100 ildə 4 nəsl faşisti tərbiyyət olmuşuq. Bunun üçün bizim rəftarımızın bir çoxu faşistidir. Baxın dostlar, görürük ki, bir dənə uşaq, bir dənə qızla famildirlər, evləniblər. Fərq eləməz türkü. Mən bunu neçə dəfələr yazmışam dostlara, Günaz TV-də olan zamanda da demişəm. Baxın dostlar, cinayətdir. Bunun türkü, farsı, ərəbi, bəlucu, türkəməni, qəşqayısı, loru, giləki, mazənisi yoxdur. Cinayətdir. Quranda bir dənə ayə var. Yəni, İslamı qəbul eləməyin, yerindən, kökündən bir dənə ayəsi var. O ayəni qəbul eləyin. Hər kəs bir nəfəri öldürsə, tamam insanlıqları öldürübdür. Və hər kəs bir nəfərə can versə, tamam insanlıqlara can veribdir. Çox mühümdür. Baxın, bir dənə qız uşağın Təbrizdə çoxalıb bu, Azərbaycanda kiçik uşaqları kasıblığa görə. Çünki Azərbaycana dövlət faşisti siyasətlər üzrə sərmayə qoymur gəlsin, iş qoymur olsun. Faşisti siyasətlər üzrə sərmayəni və pulu Azərbaycandan qaçırdılar ayrı yerə. Azərbaycanlıların məcburən uşaqları da çoxdur. Dövlət deyi təşviq edir. Mən sənə bir belə van verəcəm, 2 uşaq olana bir belə verəcəm. Ondan sonra adamlar da deyirlər ki, verəcəkdir, gedirlər, görürlər ki, oğlan bir dana köynək alır 100.000 tümən, 50.000 tümən, 30.000 tümən, hər neçə. Dövlət nə verir sənə ki, ona uşaq düzəldirsən? Əgər sizin uşağın olsun, gərək əvvəl fikirləsən bu uşağın xərcini verə biləcəyəm.
Dövlət sabah dedi, mən vermirəm. Neyniyəcəksən? Dövlət sabah dedi, ayda mən 45 min verirdim, indi oldu 100 min tümən, oldu 500 min tümən. Vermirəm. Vermirəm. Vermədi. Sən neyniyəcəksən? Sən ayda 40 min tüməndən ötürəcəksən, uşağın olsun. 100 min tüməndən uşağın şalvarı var, başmağı var, məriciliği var, davası var, dərmanı var, gəli var, gedi var. Onun üçün uşaq biraz yekəlir, bu evdən geçsin, mənim xərcim azalsın. Qızları kiçik yaşında verirlər hələ. Dədə təsadüf edir, maşında ölür, arvad uşağı saxlayanmır, uşaqları verək tez geçsin hələ. Mənim dövrəmdə bunları görmüşəm, dostlar. Mənim famillərimdə də belə vardı. Uşağı verirlər, uşaq gedir 2 il, 3 il, 5 il qalır, çıxır. Mən kiçik uşağa. İndi yekəlimsən görürəm ki, bu adamı sevmirəm. Əsən yoruldum bundan. Yoruldum bundan, ayrı adamı sevirəm. Boşanır, çıxıcı edir. Faşistik fikirlər bizim canımıza giribdir. İndi biz bunları gərək bir ölçəşək və bunlardan uzaq duraq. Bizi qoymayaq məzhəb adına. Dedim, 2 dana istisnası var qeyrətin. Vətən və millət. Bu yolda ölməyə getmək və öldürməyə getmək olar. Düşməni. Düşməni. İndi baxın dostlar, bunu da deyim. İndi bizim hərəmiz türkçü olmaqda, millətçi olmaqda bir tariximiz var. Yəni filan gün bəllidir, mən yavaş-yavaş bu fikirlə tanışmışam, millətçi olmuşam. Siz də hamımız beləsi gəlmişik. Bizim çox az adamımız var ki, doğulanda bir dənə ailədə doğulub ki, hamısı türkçü idilər və o da türkçü olubdur. Çox az. Yenə də onların gərəksizlisinə baxsın ki, dədə-nənəsi hangi tarixdə türkçü olubdur. Bir iddə insanlar var ki, hələ feyləm ayılmayıblər, bu mərhələyə yetişməyiblər. Dostları yoxdur, familləri yoxdur, mənfəətləri orada dəslən. Ağa, dövlət bunu istihdam eləyibdir. Dövlət bunu istihdam eləyibdir. Bu fikri qəbul eləməsə istihdamdan idarədən atar eşiyə. Bu adam o fikri qalbdır. Bunu düşmən fərz eləməyəcək. Buna ayılacaq. Yavaş-yavaş o qədər danışacaq ki, ayılsın. Onu da söyüşlə, savaşla yox. Söyüş, savaş fəqət bizi pis göstərir. Deyər, bu adamın əlində güc yoxdur, indi mənə söyüş, savaş verir. Sabahlar güc olsa edam elər. Biz belə bir işdən uzaq durmalıyıq. Yox, dostlar. Belə bir şey girişməməliyik. Vətənimizə və millətimizə qeyrət göstərəcəyik. Vətən deyəndə bunun dağı var, daşı var. Bu günləri gördüyüm dostların biri bir dənə əks salıbdır. Dağda, Qərə dağın bir yerində daşlarda qədim əkslər var. Türklər, qədim türklər orada bir şeylər çəkiblər daşa. Bu günləri gördük, dövlət burduzer apar bura, qreyder apar bura, o daşları sındırıb aradan aparıb. Ben buna görə bir şey yazacaqdım, yadımdan çıxıbdı. Burada qeyrət, milli qeyrət, millət qeyrəti. Burada qeyrət lazımdır. Çıxacaqsan o burduzerin qabağına, çıxacaqsan dövlətin qabağına, mənim varımı niyə aradan aparırsan? Qeyrətsizlik buradadır. Yoxsa mən arvadıma zorum çatır, özümdən yazıq bir adam var, ona zorum çatır. Bu qeyrət deyil. Bir dənə uşaq xiyabanda gedən mənim qızıma bir şey deyib, mən gedəcəm onu öldürəm. Bu qeyrət deyil. Qeyrətsizlikdir. Qeyrət oradadır ki, özündən böyük gücə eləyə biləsən dayanırsan onun qabağında. Qeyrət Abbas lisanidədir, Əli Rıza Fərşidədir, o birisi mübarizlərimizdədir ki, dövlət, faşist bir dövlətin qabağındadır. Bu qeyrətdir. Bir qeyrətlik nədir? Xiyabanda biri bir iş görürsən, ondan savaşırsan. Buna deyirlər, bir qeyrətlik. Qeyrət oradadır ki, özündən güclü adamın qabağında dayanırsan. Özündən zəif adamı vurmağa nə var? Dövlətin zoru sənə çatır, sənin də zorun özündən zəifə çatır. Bacın zəifdir, xanımın zəifdir, nənən zəifdir, qızın zəifdir, bunların zorun çatır. İndi görürsünüz ki, bu kiçik uşaqları ərə verirlər. Kiçik uşaqlar gedirlər bu müddətdən sonra. Deyir, mənim xoşum gəlmir. Əri öldürür, dədəsi öldürür, dayısı öldürür. Hər kəs özünə haqq verir ki, bu qızı öldürsün. Niyə? Bir ayrısını görübdür. Sən boşayacaqsan, deyəcəksən ki, qızım, bizə də gəlmə. Get,
mən boşuram, məndən boşan, get nə inərsən elə. Mən Allah deyirəm, canı verəm sənə, can alam. Mənim haqqım yoxdur səni mücazat eləyəm. Baxın, hətta dövlətin haqqı yoxdur mücazat eləyəm. Dövlətin haqqı yoxdur. Ağa, mən fahişəlik edirəm. Dövlətin haqqı yoxdur, mənim mücazat eləyəm. Bu mənim canımdır. Kanada dövləti gəlmişdi, bir qanun təsvib eləmişdi ki, fahişəlik qadağandır, hər kəsi tutsaq mücazat edərik. 2 dənə fahişə, biri Rus, biri İranlı, getdilər şikayət elədi Ali Dadgaha. Qanun əsasında azadlıq var və mənim canıma azadlığım var. Amma dövlət gəlir deyir ki, mən canıma malikəm, sənin canıma mən malikəm dövlət deyir və səni qoymaram sən fahişəlik eləyəsən. Mən demirəm bu xanımların ikisi də fahişə edir, amma gəldilər, dedilər ki, bu qanunu biz qəbul eləmirik, bu qanun gərək ləğv ola. Getdilər, Ali Dadgahda dövlət məhkum oldu, bu xanımlar bərəndə oldular, Kanadada fahişəlik azad oldu, amma heç kəs fahişəlik eləmir. O xanımlar da fahişəlik eləmirlər, amma qanunu sındırdılar. Çünki dövlət mənim canımın maliki deyil, dövlət mənə əmniyyət təmin eləyəcəkdir. Bu tarih getdi. Mənə əmniyyət təmin eləyəcək. İndi bu adamlar ki, mollaların əlində əsirdirlər, din adına cinayət edirlər. Cinayətin kiçiyi böyüyü də yoxdur. Kiçik uşağın üstünə qışqırarsan, özündən zəifi vurarsan, fərq eləməz, nənən olsun, bacın olsun, arvadın olsun, hər kəs olur olsun, qonşun olsun. Özündən zəif adamı vurarsan, sən faşistsən. Həm kəddin olsun, həm şəhrin olsun, özgə olsun, faşistsən. Biz bu faşisti fikirlərdən qurtarmalıyıq. İndi, bunlar, dedim, dövlət kimə, faşist dövlət kimə dayanar? İstihdam elədiği adamlara, tərəfdarlarına. Qorxun o tərəfdarlardan ki, muz dalmırlar. Adama deyirsən, bir dəsi məmurdur dövlətdir. Sən ona deyirsən, məmur dövlətsən, sən pul almısan, dövlətdən himayət edirsən. Ya, bu fikirdən himayət edirsən, deyir, bəli, mən dövlətim, əl-məmuru məzur, mən məmuram və məzuram, dövlət mənə belə deyib, mən belə edirəm. Qorxun o adamdan ki, pulu almır və müftəsinə işlir. Bu adam ki, müftəsinə işlir bir dənə faşisti sistemə, ola bilər dinə müftəsinə işlir. Mollalar çox rahatlıqca sabahları hamısı əmmaməni qoyacaq yerə. Bu hökumətdə istin, bizim famililərimizdə, uzaq famililərimizdə bir molla var. Bu adam inqilaba can getmişdi, biraz dərs oxumuşdu, sonra qoyub qaçmışdı, dərs oxumamışdı. İnqilabda bu əmmaməni qoydu başına. Mən bilmirəm niyə qoydu, bu başına. İndi də idarədə işlir, dövlətə işlir. Amma sabahları bu rejim dəyişək və əmmaməni götürüb qoyacaqlar yerə, hamısı qoyacaq yerə. %99'u qoyacaq yerə, %99'dan, yəni %1 adam, 100 molladan biri mümkün də əmmaməsini saxlaya vaqəni etiqad ola. Onlar da həmən o adamlarla küçə bacada dolanırlar, sizin zorunuz çatır, o mollanı vururlar xiyabanda. O mollanın dövlət dağlasında olmadığı üçün vururlar. Əgər sən lümpen deyilsən, əgər sənin qeyrətin var, gedəcəksən, o molluya ki, iş üstündə onu yapışacaqsın qulağına. Onun güllə tapancası var yanında, onun həftiri var yanında, onun mühafizi var yanında, onu vuranmazsan, gedirsən küçədə bir molla ki, səndən də yazıqdır, onu vurursan. Bunlara da deyirlər lümpen. Lümpen deyirlər bunlara. Məzhəbi lümpen, siyasi lümpen, idari lümpen. Lümpen ola bilər ustad danışlıq olsun. Çünki özü fikir yoxdur, buna nə fikir verirlər, icra edir. Etiraz eləmir. Mən sərbaz idim, bizim fərmandehimiz gəldi. Mən Niru-i İntizaminin bazresisində sərbaz idim. Sutmanda oydum, dərəcəm var idi. Getmişdim, orada xidmət edirdim. Bir gün mənə dedi ki, filan şey filan deyil. Məndən yəni soruşdu. Əgər rəhbər əmr eləsə, nəmaz cüməni bağlayın, rəcvara bağlarsan, dedim, yox. Sənin vilayəti qəbul eləmirsən. Yox, mən vilayəti beləsə qəbul eləmirəm. Çünki qanun əsasında, bunu ona dedim. Qanun əsasında bir dənə əsli var, deyir ki, hamının o iş ki görür, onun qabağında məsuliyyəti var. Deyə bilməz ki, mən dəstur oldum. Əgər bir fərmandehi, ya rəhbər hətta dəstur verə ki, gedin
bir yeri bağlayın, amma mən biləm ki, günahkar deyirlər onlar. Mən rəhbərin əmrinin qabağında duracağam, deyəcəm ki, bu qeyri-qanunidir, sənin buna mənə məsuliyyət, mən sənin əmri burada itaat eləmərəm. Qanun əsası nəslidir. Adam bunu eşidəndən sonra qanun əsasını gətirdim, qanun əsasını gətirdim, qoydum qabağına, maddəni göstərdim, əsli göstərdim, tamam. Adam ondan sonra bilmirəm nə oldu. Mən də birazdan sonra bildirər ki, filan kəsəm, İnsafəli Hidayətim Ruznamə Səlamda işdirdim. Mən şeydən saldılar eşiyə, sərbastlıqdan saldılar eşiyə. Mən 6 ay sərbastlıq dövrəsində eşikdə qaldım, padişanı qoymadılar. Sonra da xidmətimi, 2 illik xidmətimi aldım, çıxdım. Faşist bu olur. Lümpen bulardır. Yəni, fərq deyil ki, mənə Xameneyi dəstur versə, namaz üçün məni bağlar, əcbara bağlaram. Mənə desələr, get filan kəsi öldür, öldürərəm. Get filan kəsi vur, vuraram. Bəziləri deyir ki, lazım deyil rəhbər dəstur verə. Rəhbərin, əgər biz fikir eləyək ki, rəhbərin nəzəri budur, onu icra eləmək bizim vəzifəmizdir. Bunlar lümpen başıdırlar. Ənsari Hizbullah, filan, Bəhman, bunlar, bəsicilər bir çoxu, bunlar lümpendirlər. Müəllimlər, ustad danışqahlar ki, fikirləşmədən ki, insanın haqqı var. Bir dənə qanun gətirib dünya əhatəsində, İran da qəbul edibdir. Burada ana dili möhtərəmdir. Hər uşağın haqqı var, öz ana dilində dərs oxusun. Bunu bilə-bilə gedir, buna deyirlər lümpen. Faşist deyir ki, lümpendir. Faşist deyir ki, lümpendir. İndi, lümpenlərin bir hissəsi dövlətdən icazə alır. Gəlir, coç deyir. Radyo, televizyona çıxır. Teatrda icra edir. Lümpen neyinir? Fəqət söyüş verir. Fəqət söyüş verir. Türk dilində, Türk dilin məskərilir. 500 nəfər, 300 nəfər də salonda oturub mır-mır baxırlar, gülürlər. Bunlar lümpendirlər. Bu 500 nəfər ki, burada oturublar, baxırlar, o lümpenə gülürlər. O lümpen Türkçü dilin təhqir edir. Türk millətin Farsı dili yəni adam kiraslı, kilavatlı, filanlı, yaxçı danışır, yaxçı gedir, pulludur, filandır, bəhmandır. O türkü danışan ahmaq bir adamdır, diyor, danışmağın başarmır, pis giyinibdir, rəftarın başarmır. Bundan böyük toğun ala bilərmi? 500 nəfər də orada oturub da, ustad danışırlar, müəllim oturublar, hır-hır-hır gülürlər. Biri çıxıb onun qoymur qulağının dibinə ki, sən burada məni niyə təhqir edirsən? Sən niyə buradan İranda mod olubdur, insanları güldürməyə söyüş verirlər. Adama deyirlər ki, filan olmuş, hamı hır-hır-hırıldır. Olan sən görürsən, biri-birinə söyüş verir, niyə görürsən? Sənin bunu arvadını aparmırsan, uşağı aparmırsan, futbol meydanına aparmırlar, orada söyüş verərlər. Amma burada rəsmən gedir, orada pul verir, söyüşə qulaq astırır arvadını, uşağı. Və o adam gedir televizyonda Türkləri məskərə edir. Farslar məskərə eləməyən vəziyyətə bizi salır. O adam müttəhəm deyil, müttəhəm sən və mənim. Ki o adam birinci dəfə ki çıxdı senə söyüş verdi, cavab vermədik, himayət elədik. Pul verdik, biletini aldıq. Bu günləri filan kəs çıxıbdı İran televizyonunda, aşıq paltarı giyibdi, Türkləri məskər edibdi. Və Farslar orada onu oynadırlar əldə. Və biz ona imtiyaz veririk. Lümpen biz o. O lümpen başıdır, o da lümpendir. Onun dövlətdən icazəsi var. O faşist lümpendir. Dövlət ona icazə verir. Sən gəl burada işlən, mən də sənə hüquq verəcəyim. Ona orada saatına neçə min dolar pul, neçə 100 min tümən pul verirlər. Bəlkə saatına 3 milyon, 5 milyon pul alır. O Joker bərnaməsində. Amma sən burada oturursan, ona imtiyaz verirsən. Onun follow edirsən. Biz lümpen ol. Lümpen millət ol. Beləsi olsaq. Biz heç bir insan, hər kəs ki tohin edir, hər kəs ki bizim dilimizə, fərhəngimizə, kültürümüzə, tariximizə tohin edir, onu o camiədə aradan aparmalıyıq. Nəinki öldürək ha? Yox. O camiədə biz onu adam hesablamayacaq. Tamam sosial şəbəkələrdə onu çəkdirəcəyik, sökdürəcəyik onu. Beləsi olar. Ondan himayət eləməyəcəyik. Etirazlarımızı yazacağıq, göndərəcəyik Səda Osimiyə. Ağa bu niyə bizim fərhəngimizi təhqir edir?
Tüm Türkü Təbrizlidə haqqı yoxdur bizi Türkü Təbrizini təhqiq eləyir. Mənə tohin olub, sizə tohin olub, ona tohin olub, o bizə o adam orada hər kəs olur olsun. Hər kəs olur olsun. Bəzilər götürüb və fəalan-ı milli. Filan kəsdən himayət edilir, Azərbaycan orada nümayəndə. Azərbaycanı nümayəndəlik eləmir. Azərbaycana əmir üzünə, cavaz üzünə, mücəvviz üzünə, pul əsasına Azərbaycan təhqir edilir. Amma tüm özü türkdür, deyir ki, mən özümün haqqım var ki, bunu təhqir edeyim. Bundan böyük dərd olar. Və biz oturmuşuq, gülürük. Dəqiqən bu Joker bərnaməsində apardığı oyunu 4-5 il bundan qabaq teatrda aparmışdı. Şeydə də vardı, YouTube'da da vardı. Onda da mən Günas TV'də gəldim, bərnamə düzəltdim, dedim, dostlar, ad vermədim mən. Lümpənləri onlar ki, hünər adına, incəsənət adına gəlirlər, bizi təhqir edirlər. Bizi yox, ayrı millət hətta. Kürtləri. Bunları qoyacaqsınız kənara. Bunları qoyacaqsınız kənara. Bizim fərhəngimizdə və kültürümüzdə təhqir yoxdur. Ya savaşacağıq, öldürəcəyik, öləcəyik. Bu ikisindən biridir. Ya da barışacağıq. Bizim haqqımız yoxdur. Bir dana milləti dilinə görə, torpağına görə təhqir edirik. Təbii ki, bir də insanlarımız bəhs edəcəklər. Bəhs edin. Tarixi, siyasi, ictimai, ideolojik, hər nə bəhs edirsə edin. Tohin yox, təhqir yox. Çünki o adam ki, birinə tohin eləyir, o bir dənə rəvanşinas var, dünyada Freud adında bir tanınmış rəvanşinas var. O deyir ki, hər nə ki biz bugün rəftar edirik, o bizim uşaqlığımızda olanın şeydir, çıxır eşiyə. Uşaqlıqda biz o hiqarəti çəkmişik, indi o hiqarəti özgələrin başına götürürük. Uşaqlıqda mənə təcavüz olub, indi mən özgələri təcavüz edəcəm. Uşaqlıqda məni döyüblər, mən indi özgələri döyürəm. Uşaqlıqda filan oldu, mən indi bu işi görürəm. Uşaqlıqda nənəm məni zorla süddən ayırıb, mən indi hamını xəsis olmuşam. Hamı ilə müxalifəm. Heç kəsə etimadım yoxdur. Biz belə bir millət deyilik. Amma biz özümüzü faşistin əlindən qurtarmalıyıq. Faşisti düşüncələrdən, faşinci rəftarlardan düşündürməliyik. Baxın, biz Türk olaraq heç kəsə birinci, heç kəsə təhqir eləməyəcək. Heç kəsə tohin eləməyəcək. Və hər kəs bizə ya özgə tohin eləyir, onu həsv eləyəcək, siləcək. Adama deyirsən tohin eləmək, deyir ki, çarə yoxdur. Niyə çarə yoxdur? Niyə çarə yoxdur? Getginə, Cənab-ı Eyvəz Taha danışır. Cənab ustadlarımız, böyüklərimiz Türk dilində bir şeylər öyrədirlər. Ged otur, qulağa söyləyəcək, sabah ged, bəhs elə. Söyüş niyə verirsən? Bəhsə girmə. Əlirzə Fərşi, Abbas Qisani, filan kəs illərdir zindan çəkirlər, çalışırlar. Bu Türk dilinə, Türk millətinə bir abrı heysiyyət qazanıblar. Sən 2 dana söyüş verirsən, bunların zəhmətləri hədərə gedir. Sən gedəcəksən, o adam əgər gəlir, lümpənlik edir, Türk millətini tohin edir, çıxacaqsan, qoyacaqsan qulağının dibinə sində, gedəcəksən, yatacaqsan zindanda. Çünki dedim, qeyrət 2 yerdə caizdir. Bir millət, bir də vətən yolunda. Millətin mənafiyi, vətənin mənafiyi. Karxananı dövlət təqid edir, getkinə ustandarı vur, getkinə rəis cumhuru vur. Ged öldür hətta. Buna qeyrət deyirlər. Qeyrət buradadır. Millətin mənfəətindən difa edirsən. Haliganda Türklərin yerini alırlar, gelirsən orada savaşırsan. Qeyrətdir. Amma ora getmirsən. Dövlət buradan karxananı aparır, ona çıxmırsan. Orada gedir, tarixi əsərləri var, aradan aparır, çıxmırsan. Orada filan olur. Bu qeyrət deyil. Durub orada sakitsən, lalsan, orada qeyrət deyil. Dostlar, qutardı vaxtimizdə. Çox sağ olun, təşəkkür edirəm. Umarım ki, vəziyyətim yaxşı ola eləyə biləm, gələm yenə də sizlərlə bərabər danışam, kitab oxuyaq. Var olun, sağ qalın. Birazdan sonra bəlkə gəldim, yenə suallarınız olsa cavab verirəm. Var olun.